4 ildir ailəliyəm. Çoxsaylı problemlərim var. Bir boru, endometrial kista, AMH002. Doktorumun yanına gələrək 8 ay müalicə almışam və 8 ay müalicənin sonunda hamilə qalmışam. Evdə 2 yaşında bir qızım var. Daha sonra yenə doktorumun yanına gəldim. 1 ay müalicənin nəticəsində hamilə qaldım. Artıq 28-ci həftəyə çatmışıq. Şükür Allaha, hər şey yolundadır. Doktoruma təşəkkür edirəm. Çox sağ olsun, var olsun, onun sayəsindədir. Kimin problemləri var, kim ümidsizdürsə, doktorumun yanına gəlməyi ona məsləhət Mən bilirəm. Nərmin, Çox Qax sağ olun. rayonundan gəlmişəm. 6 ildir ailəliyəm. Həkimin yanına gələndə problemlərim çox idi. Antimillər 004, FSH10, E34, LH12, bir follikul, bir boru və 6 kurs müalicə sayəsində, həkimin sayəsində hamiləlik baş verdi. Hal-hazırda 21 həftəyə çatmışam. Hətta rayonumuzda mənə donor yumurta demişdilər. Ancaq Elmira həkimin sayəsində təbii yolla ana olmağa hazırlaşıram. 4 ilə yaxın da ailəliyəm. Mənim endometrioz kistam, bağlı borular, kefəsiz follikullar. Buna baxmayaraq 1 ilə yaxın ara-ara müalicə almışam. Elmira xanım sayəsində artıq 31-ci həftəyə gəlib çatmışıq. Çox sağ olun doktor. 2 ildir ailəliyəm. Hormonal problemlərim çox idi. Bir kurs müalicə nəticəsində Elmira xanımın sayəsində hamilə qaldım. Hal-hazırda ana olmağa hazırlaşıram.